Kərbalay, gəl bir dənə. Allah bax, sənə bu qapının səsi var idi. Bax, onu sənə qismət eləsin. Bir sən niyə, qardaşım? Allah sənə ev yetirsin. İnşallah Allah arzusunda olanlara ev yetirsin. Gözəl qardaşım, 2 mərtəbə çox təcili, ucuz qiymətə ev satılır. Kupça paket, qardaş 2 mərtəbə 4 otaq. Buyur, birinci mərtəbədəki hamam sanzeri, 2 dənə hamam sanzeri var. Və nəzərdə çatdırıram ki, evimizdə gördüyünüz paltaryan xaldenik və burada gördüyünüz televizordan başqa bütün əşyalar yerində qalır. Evdə gördüyün hər bir şey sənindir. Gəl, bura bizim həm koridor, həm kuxnamızdır. Gəl bura Kərbəla. Evimizin birinci mərtəbədəki geniş belə bir zalıdır. Gəl, bax, çox qəşəngdir. Özdə ki, şəxsi, tikilidir bunun daxili. Gəl bura. Gəl Kərbəla, indi mən sənə ikinci mərtəbə haqqında məlumat verim ki, ikinci mərtəbəmiz möhtəşəmdir. Və möhtəşəmliyindən də o yana, qardaş, Kərbəla, bax, ikinci mərtəbəyə qalxdıq. Gəl bura. İkinci mərtəbədə qalxan kimi sağda belə bir yataq otağımız var. Nə görürsənsə yerində qalır ha. Bax, yenidən təkrar edirəm. Nə görürsənsə yerində qalır. İkinci mərtəbədəki ikinci otağımız. Biz qapını elə bir sərt açdım. Bax, gəl bura. Bu da bizim yuxarıda geniş belə bir otağımız. Bu evdə evə girən kimi dedim, qardaş. Evin ən gözəl yeri bax elə buradır. Buna bax, səcdəgaha var, möhrəbə, nə gözəl. Allah arzusunda olan hər bir kəsə həcc, Kərbəla, Məşhəd, ümrə qismət eləsin inşallah. İnşallah. Bu da ikinci mərtəbədəki bizim hamam sanzerimizdir. İndi sənə qiymət deyəcəm, sən şoka düşəcəksən. Sənə qiymət deyəcəm, şoka düşəcəksən. Vallahi. Gəlin də aşağı deyim qiyməti. Ay Kərbəla, təsəvvür elə, paket kupça, ipotekaya yararlı, möhtəşəm bir dənə ev çıxır satışa, 110 kvadrat. Evin genişliyi yerli yerində. Qardaşım, bu qiymət də yoxdur. Bax, evdə gördüyün bütün əşyalar qalır. Kupçalı, 7 nömrəli məktəbin yanı 596 yaxınlıqdan keçir, 515 ilə arasındakı məsafə 80 metrdir. Qardaş, düz 515 avtovağzala gedir, yəqin ki, bunu bilirsiniz. 590-da Sədərə, bütün konkret də Xırdalanın, yəni, yaxşı yerdir, pis yeri deyil. Və nəzərdə çatdıran bir dənə qiymətə bax, 76.800 manat. Bax, bu qiymətə yoxdur belə bir ev. 2 mərtəbə möhtəşəm. Əlində pulun varsa, bu evi gəl götür. Allah alana da, satana da xeyirli eləsin. Öpürəm.